Allahdan istəyir İmam Səccad əleyhissalam, deyir ilahi, mən haqq danışan olum, əgər mənim üçün çətin də olsa, haqqı deyənlərdən olum, mənim üçün çətin də olsa. Bəzi insanlar haqqı ancaq o zaman danışır ki, xeyirlərinə olsun. Nə zaman haqq onların ziyanınadır, o zaman haqq sözü danışmazlar. İmam əksin deyir. Deyir, mən haqq söz danışım, mənim ziyanıma da olsa. Mənim ziyanıma bu mənada ki, mənim üçün çətin də olsa, çətinlik yaratsa belə. Çox insanlar var ki, danışanda meyyar budur ki, nə deyərlər? İxlas, Mənə az. ziyan gələr ya yox. Amma imam belə düşünmür və istəyir ki, belə olmasın. Ya eyyuhəl-ləzinə amenu, Quran buyurur. Kunu qəvvaminə bil-qist, şühədəə lilləh, vələv alə ənfusihim. Buyurur, ey iman gətirənlər, ədalətlə danışın, ədalətli olun, Allah üçün şahid olun, hətta öz əleyhüzə olsa belə. Vələv alə ənfusihim, hətta öz əleyhüzə olsa belə. Möminləri ədalətlə davranmağa, yəni düz danışmağa, haqqı deməyə. Haqsdan o zaman gizlədilər bilər ki, haqqı desəm dinə ziyan gələcək. Bu başqa məsələdir. Bəzən haqqı desən, hər haqqı deməzlər. Dinə ziyan gələr. Hansısa bir fitnə, fəsad qalxar. Heç də hər yerdə haqqı demək düzdür. Amma ona görə deməyim ki, mənə ziyan olar, cəmaat məni rişxənd eləyər, o meyyar ola bilməz ki, adam haqqı gizlətsin, haqqı danışmasın. Mömin haqqında hədis var, kəcəbəlir rasix, mömin dağ kimi olar. Onu küləklər yerindən tərpədə bilməz, möhkəm olar, hər halda düz danışar. Çox çətin məsələdir. Qəzəbli halda, sevincli halda. Dedilər, ya Rəsulallah, siz bəzən qəzəbli olursunuz, onda sizin hədisləri yazaq ya yazmayaq. Birdən qəzəbli olarsınız, bəlkə o vaxtda yazmayaq. Peyğəmbər buyurdu ki, nə qəzəb, nə sevinc bizi haqdan uzaqlaşdırmaz. Ağzımızdan nə çıxdısa yazın. Bizim qəzəbimiz də Allaha görədir. Nəfsimizdən qəzəblənmərik ki, qəzəblənəndə nəuzubillah batil söz danışaq, səhv söz danışaq. Hər halda doğru danışaq, düz söz danışaq. İnsanı məhəbbət vadar eləməsin. Birini çox istəyir, onun xeyrinə danışaq. Birini az istəyir, onun ziyanına danışaq. Ədalətli olsun danışıqda, yanaşmada. Ehtiram vadar eləməsin ki, filan kəsin hörməti var deyə onun xeyrinə danışın. Bu şeylər hamısı səhv yoldur. Əli əleyhissalam xəlifə idi. Bir nəfər Həzrət Əliyə iftira atdı. Özü xəlifə olur. Həzrət Əli dedi, yaş gedək qazının yanına. İndi bugün göstərirlər, filan prezident məhkəməyə verildi filan. 7-ci əsrdə Əli əleyhissalam xəlifədir. Gəlir, irad tutur ki, filan şey filan, da mən demək istəmirəm nədir? Deyir, mənim zirehimi götürmüsən. Həzrət Əliyə deyir. Deyir, gedək qazının huzurunda dayanaq. Qazının yanına gedirlər, qazı ona deyib, dinən sözü. O deyir, Həzrət Əliyə deyir, ya Əbəl Həsən, indi siz buyurun. Əli əleyhissalam deyir ki, ədaləti pozdun. Əbəl Həsən künyədir. Ərəblərdə oğlun atası adı ilə ataya müraciət eləmək var. Oğlu Həsəndirsə, Əbəl Həsən, yəni Həsənin atası. Bu, hörmətlə müraciətdir, yəni ehtiram əlamətidir. Biri hörmətli şəxsdirsə, ona künyə ilə müraciət edirlər. Dedi, sən aramızda fərq qoydun müraciətdə. Ona belə dedin, mənə dedin, ya Əbəl Həsən, buyurun. Bax, bu dərəcədə incədir bizim dinimiz. Bu dərəcədə, hətta baxışda deyib, birindən digərindən fərqli baxmaq ədalətsizlikdir. Ədalət düzü danışmaqdır. Hər hansı halda olursansa ol. Bəzən qorxu vadar eləyir insan səhv danışsın. Qorxu vadar eləyir. Tarixdə çoxdur ki, qorxudan batili təsdiq edib. Amma gəldi İbn Ziyad oturdu Kufə məscidində, dedi ki, şükür olsun Allaha, Allah yalancı oğlu yalancını rüsva elədi. İmam Hüseyn ağa üçün deyirdi. Hamı da oturub baxırdı, qorxudan danışmır. Bilirlər elə deyir, hamı bilir ki, İmam Hüseyn yalancıdır. Kim də bilməsə Kufəlilər yaxşı bilirdi. Heç kəs cürət eləmədi. Bir nəfər kör kişi qalxdı ayağa, Abdullah ibn Əfif. Ayağa qalxdı, dedi ki, yalancı sən, sənin ata-babaların və səni bura təyin eləyənin özü və onun ata-babalarıdır. Ay Allahın düşməni, Peyğəmbər balasını qətlə yetirmisən, öldürmüsən, qadınları əsir eləmisən, hələ çıxıb minbərdən onlara bu sözləri deyirsən, sənə kim ixtiyar verib, ay qan içən vəhşi. Ondan sonra dedi, hanı ənsar, hanı mühacirlər, gəlsin bu qan içən vəhşidən Peyğəmbərin balalarının qisasını alsın. Sözləri dedi, dondu qaldı. Başladı nərə çəkməyə İbn Ziyad. Baxın tarixə, görün necə ona hücum elədi, gəldilər onun evinə, onu zorla apardılar, bir qoşun göndərdi. O təklikdə haqq sözü dedi, sözün üstündə də axıra qədər dayandı. Bəzən bu səbəbdən olur,
Adam haqq sözü demir. Bəzən tamah, dünya məhəbbəti insanı qoymur haqqı deməyə. Keçmişdə danışmışam. Şureyh Qazi Kufənin belə deyək də müasir dillə desək, müasir dilində öz dilimizlə desək, mollası idi, ruhanisi idi. Bu da İmam Hüseyni qətlə yetirmək üçün əlinə fərman olmalıdır, dini hökm, fətva olmalıdır ki, cəmaatı o fətva ilə allatsın. Necə eləsin? Şureyh Qazinin yanına getdi İbn Ziyad, dedi ki, bir fətva verməyə istəyirəm ki, deyəsən Hüseyn dindən çıxıb. Götürdü bir əşyanı, atdı üstünə, dedi, sən nə deyirsən, mən Peyğəmbər balasına deyəm, dindən çıxıb, xaric olub filan, qəzəbləndi. İbn Ziyad getdi, o da hamının dilini bilirdi. Kimə necə? O yaxşı mahir idi o işdə. Onun belə qışqırmağına baxmadı. Bir kisə qızıl göndərdi də aparın verin ona, fikirləşsin. Qızılı gətirib qoydular qabağına, gözü düşdü qızıla, fikrə getdi. Səhər gəldi, İbn Ziyad dedi, biraz oturdum, fikirləşdim, düz deyirsən, elə dindən çıxıb, dindən xaric olub. Hökmü verdi və o hökmə əsasən gəldilər, İmam Hüseyn əleyhissalamı qətlə yetirdilər. Şəri hökmün o hazırladı. Qərarı bu verdi, şəriətlə o təsdiqlədi, getdilər, İmam Hüseyn əleyhissalamı qətlə yetirdilər. Cəmaatın sözü, cəmaatın razılığı, bu şeylər qoymur insan haqqı danışmağa. Şamda məclis idi, İmam Səccad dayanmışdı. Bir nəfəri çıxartdılar minbərə, dedi, çıx, danış. Başladı, Yezid və onun ata-babalarının fəzilətindən İmam Hüseyni aşağılamağa başladı. İmam Səccad qalxdı ayağa, dedi, vay olsun sənə ki, xalqın razılığını Allahın razılığından üstündür. Ondan sonra icazə ver, çıxın bu taxtaların üstünə, heç minbər də demədi ora. Tarixdə belə yazılıb. Yezdə icazə ver, çıxın bu taxtaların üstünə, mən də haqqı danışım cəmaatda, həqiqəti deyim cəmaatda. Haqqı, həqiqəti demək İmam Səccad dua eləyir və əməllərində də onu təsdiq eləyir. Bir nəfər oğurluq eləmişdi müsəlman, Yahudinin boynuna yıxmışdı. Gətirirlər məhkəməyə, ayə göndərdi Allah ki, Peyğəmbər diqqətli ol, Yahudi günahsızdır, günahkar müsəlmandır. Nə olsun bu Yahudidir, bu başqa dindədir. Haqdırsa, həqiqətdirsə, həqiqətə uyğun qərar verilməlidir. Və insanın dindarlığı imanın namazı ilə ölçülmür. Bəzən bir yer var ki, düzü deməlisən, orada bilinir kimsən. Namazla bilinməz, orucla bilinməz. Bəzən imtihan yerləri var ki, burada bilinirsən kimsən, orada göstərirsən imanını, kimliyin orada bəlli olur. Keçmişdə demişdim bu söz, bunu alimlərdən biri deyir, 2 dənə şeydə şücaət lazımdır. Şücaət, bir haqq sözü eşitməkdə, bir də haqq sözü danışmaqdır. Hər kişinin işi deyir, eybiri desinlər, desin düzdür. Bunu deyə bilmirik biz, deyə bilmirik. Bu bizim məntiqimiz budur ki, biz məsumuq, hamımız beləyik, hamımız mən biraz şirdib deyirəm, o qədər çox ki deyirəm hamımız, təbii ki, hamı ola bilməz, yaxşılar da var, amma çox insan belədir, eybini eşitməyə gücü çatmır, taqəti çatmır. Bir də haqq sözü deməyə şücaət lazımdır. İbrahim Peyğəmbər tək idi, bir dünya bütpərəst idi, Quran buyurur ki, dedi, uffilləkum, vay olsun sizə, və limə təbudun, və sizin ibadət elədiniz bütlərə, vay olsun onlara, tək idi. Tək idi, amma məntiqi ilə onları darmadağın eləyirdi. Onların müqabilində dayanırdı. Hücr ibn Ədi gətirdilər, dedilər, Əlinin əleyhinə danış. Tarixdə var sözü, İqtə'u rə'si və lisani, fəvəllah, la ətəbərrəu min Ali ibn Əbi Talib. Deyir, başımı kəsin, dilimi kəsin, and olsun, Allaha Əlidən dönməyəcəm. Bunu elan elədi, axıracanda sözün üstə dayandı. Çox danışmışam. Dedi, icazə verin, namaz qılın. Namazını qıldı, qəbrinin kənarında, qəbrini də qazıblar. İcazə verin, namaz qılın, namazını qıldı. Ondan sonra da bir xahişim var. Dedilər, nədir xahişim? Dedi ki, oğlun da qolu bağlı gətiriblər özünü. Bunu məndən qabaq öldürün. Təəccüb elədilər ki, bu nə duadır? Oğlunun başı deyir, kəsildi, düşdü, deyirrənir yerinlə. Bu deyir, səcdəyə getdi ki, şükür Allaha. Oğlumu gördüm ki, Əlinin məhəbbəti ilə dünyadan köçdü. O dönmədi. Onu gördüm, indi rahat ölə bilərəm. Ondan sonra dedi ki, mənim də başımı kəsə biləsiniz. Haqqı deyəsən, dar ağacında meysəm təmmar kimi. Dar ağacında demişdi ki, mənim Mövlam mənə xəbər verib ki, səni xurma ağacından asacaqlar, əleyhissalam deyirdi. O xurma ağacına su verirdi hər gün meysəm. Deyirlər, bu dəli olub, qeybdən danışır, cadugərlik eləyir, xurma ağacına su verir ki, məni bu, deyirdi, ey ağac, sən mənim üçün, mən sənin üçün yaranmışım. O ağacı böyüdürdü, o ağacı kəsdilər, dar ağacı düzəltdilər. İbn Ziyada dedi ki, mənim Mövlam xəbər verib ki, məni dar ağacına çəkərlər və dilimi kəsərlər. Dedi, Mövlavın yalançılığını üzə çıxardaram.
Başqa yolla dedi öldürün. Nəsə iş belə gətirdi ki, başı qarışdı. Həmin o ağacdan asdılar, dedi dilini kəsməyəcəm. İndi bu dar ağacında da onda necə idi də mismarla vururdular, asmırdılar. Qalırdı orada, gün vururdu, tədricən ölürdü. Bunu da dar ağacından asıblar, dayanıb baxır cəmaata. Cəmaat da Kufə şəhəridir. İmam Hüseynin Kərbəlasından deyəsən əvvəlcə gərgin vaxtlardı. Bəli, əvvəl idi Kərbəla hadisəsindən qabaq. Baxır cəmaat heyrətlə baxır, deyir nə deyəmsiniz? Yaxına gəlin sizə Əlidən danışım. Əlinin fəzilətlərindən danışım. Minbərə çevirir dar ağacını, Həzrət Əlinin fəzilətlərindən danışır, əlacları qalmır. Qəzəbdən digərin dilini kəsin. Dilini kəsirlər və bir nəfər gəlir nizə ilə əlində, deyir, bilirəm cəmaatın içində ən zahidi sənsən, amma bununla belə qılıncdan sinəvi parçalayacam. Belə də vəhşilər var idi. Haqqı orada deyir. Haqqı o məqamlarda deyəsən ki, Ziyanova olar, Salman Farsi idi. Keçən dəfələrdə dedim, oturmuşdu, Əlidən danışanı danışmaq cinayət idi, Həzrət Əli keçirdi. Baxdı dedi ki, yanındaşlar, nə deyəmsiniz? Gedin o kişinin ətəyindən yapışın. Gedin ona sual verin, gedin ondan öyrənin. Nə qədər ki, əl üzdədir, qədrini bilin. O zaman idi ki, Əlidən danışmaq yasaq idi. Elə bir məqamda Salmanın tərifi ona görə tarixə düşür. İndi çox adam hamı Həzrət Əlidən danışır. İndiki problem yoxdur Əli əleyhissalamdan danışmağa. Şükür Allaha ki, heç bir problem yoxdur. Amma o zamanda haqqı deyəsən, çox mühüm məsələdir.